Təsəvvür edin ki, siz gözəl və güclü bir avtomobil ilə səyahətə çıxmağı planlayırsınız. Bütün yükünüzü yerləşdirmisiniz, artıq hara gedəcəyinizi bilirsiniz, hər şey hazırdır və siz yola çıxırsınız. Lakin gözlənilməz səbəblərdən çatacağınız yerə çox az qalmış yanacaq tükənir. Və indi siz yol kənarında çarəsiz dayanıb, özünüzə və buna gətirən səbəblərə əsəbləşirsiniz. Vaxt itirirsiniz, güc gedir, amma irəliyə bilmirsiniz. Bu zaman başa düşmək vacibdir ki, tükənən yanacaq avtomobilinizi zəif, faydasız və dəyərsiz kimi göstərmir. Ona sadəcə bir az yanacaq lazımdır və o yenidən yoluna davam edəcək. Bütün çətinliklərə qalib gələcək. Siz hələ də düşünürsünüz ki, mən avtomobil haqqında danışıram. Həyatımızda bəzən ən güclü insanların belə dəstəyə ehtiyacı var. Odur ki, kimdənsə kömək istəməyə özünüzü ayıb bilməyin.